İşinin adamı. Əziz dostlar, hörmətli xanımlar və cənablar, hər vaxtınız xeyir olsun. Marsol Group icma və dəyərli yurdumuzun FM-i Yurd FM-də 90.7-də mən Kamran Yaradan Quliyevin təqdimatında işinin adamı nəzərinizə çatdıraq ki, başladı. İşinin adamı başladı. Həftə içi 5 gün işin adamı bizimlə birlikdə olur efirimizdə. Bugün də istisna deyil və qonağımızla söhbətə hazırıq. Əgər biz söhbətə hazırıqsa, bu ona dəlalət edir ki, İşinin adamı studiyadadır. Niyə də işinin adamı studiyadadır və biz ondan söhbət etməyə başlayaq söhbətimizə. Qonağımız isə dəyərli satış mütəxəssislərindəndir, biznes inkişafı mütəxəssislərindəndir söhbət. Murad Qəhrəmanlıdan gedir, Sat Qrup şirkətinin biznes inkişaf rəhbəri, təlimçi, Azərbaycanda korporativ sektorda ən arzu olunan dostlardan biri. Murad, xoş gəlmişsiniz. Çox sağ ol Kamran, təşəkkür edirəm. Axır ki, bir dostum, mən siz dedim, o mənə sən dedi. Mən cəmaatı sən deyirəm, onlar mənə siz deyir. Baxan da, izləyən də, dinləyən də elə bilir ki, Kamrana baxır, cəmaatla səndən danışır. Murad dostumuzdur, dostlar, onun yer rahat, səmimi şəkildə söhbətimiz Kamran, çox bugün sağ olacaq. ol, sənin xətrin əzizdir, həqiqətən indiyə kimi gördüyün işlərlə həmişə fərqlənmisən. Doğru, sağ ol. Və sənin studiyanda, sənin qonağın olmaq da hər bir şəxs üçün, məncə səni tanıyan hamı üçün çox xoşdur. Təşəkkür edirəm sənə, minnətdarlığımı bildirirəm. Əlbəttə bu yaradılan şəraitə görə biz başda elə Yurd FM rəhbərliyi olmaqla Marsola, icmaya, dəyərli dostlara, iş adamlarına, qonaqlara, hər birinə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. Əziz dostlar, siz bizi həm TikTokda bu dəqiqə canlı izləyirsiniz. Efirimizdən sonra, bir gündən sonra bütün sosial şəbəkələrdə, YouTube'un özündə tam versiya, YouTube Shorts-undan başlamış, bütün sosiallar, hətta LinkedIn-də belə bizim qonaqlarımız haqqında, efirdəki hissələr haqqında məlumat bölüşülür. Hazırıq efirimizə başlayaq və inanıram ki, hamı istəyir bu həyatda yaxşı pul qazansın, işi olanlar, olmayanlar, biznesi olanlar, olmayanlar, zəhmət olmasa Muradı göstər ya da option plan. Sonra nə istəyirsən burada texniki məsələ ilə hamı da istəyir qəşəngdə efirimizi görsün. Və mən nə edeyim? Bizim pul qazanmağımız üçün istədiyimiz qədər maddi imkana sahib olmağımız üçün müxtəlif etaplar var. Bunun bəzi yolları var. Amma Murad Qəhrəmanlı bunu biraz fəlsəfi baxımdan deyil. Real biznes Azərbaycan, yox. Real Azərbaycan biznes mühitinə istinadən danışacaq. Ona görə də suallarınız olsa sizə bir tövsiyəmiz var. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. İnanıram ki, rahat nömrədir. 099 6 907 907. Zəng edərsiniz. Başlayaq Murad. Başlayaq və pul qazanmağın yollarından danışaq. Azərbaycanda ümumi planda, qartal baxışı ilə baxsaq, biznesdə vəziyyət necədir? İş adamları düzgün idarə edir, yoxsa yoxmu? Və pul qazanmaq artıq daha mı rahatdır, yoxsa günü-gündən çətinləşir? Çətinləşirsə də niyə biznesdəki o münasibətləri o həddə gətirirlər? Birazdan girişi elə biraz çətin elədin. Yəni pul qazanmaq demirsən peşəkarsan, danış da. Pul qazanmaq məsələsi, burada bir çox məsələlər var ki, bu pul qazanmağa təsir eləyə bilər. Amma mən bunun biznes, satış tərəfinə toxuna bilərəm. İstənilən bir ideya, hamının çox maraqlı ideyaları ola bilər. Hamının belə deyək də, ideya belə deyək də boldur. Hər hansı bir məhsul, hər hansı bir xidməti yaradıb ortaya çıxarmaq, yəni o qədər də bir çətin məsələ deyil də. Yəni bunun detallarını öyrənmək olar, araşdırmaq olar, bunu üzə çıxarmaq olar. Amma əsas məsələ bu məhsulun bazarda satılmasını təşkil etməkdir. Yəni pul qazanmaq ancaq ondan sonra baş verəcək də. Sadəcə olaraq məhsul və xidmətim var deyərək mən pul qazanmıram. Bunu satdıqdan sonra mən pul qazana bilirəm. Və bu satış prosesində də bir çox məsələlər ortaya çıxır. Və mənim müşahidəm ondan ibarətdir ki, Azərbaycanda pozitiv istiqamətdə çox irəliləyişlər var. Həm biznes mühitində, həm sahibkarların ümumiyyətlə biznesə yanaşmasında, satışa yanaşmasında, öz komandalarını doğru şəkildə motivasiya etmələrində,
doğru təlimləndirmələrində, yəni mən həmişə bu son dövrlər xüsusilə də müsbət dəyişikliklər görürəm. Bu tərəfdə mən pozitiv baxıram. Yaxşı. Mənim sualımı çox gözəl şəkildə el dilində desək haçalandırdın. Mən elə o detallara toxunmaq istəyirəm. Azərbaycanda yaradıcı insanlar çoxdur. Bəli. Çox gözəl beynimiz işləyir. Qəşəng ideyalarımız var. Amma onu icraya gətirib, sonra da gətirilən icranı qurub da davamını gətirməyə, böyütmək çox çətin kimi görsənir. Amma çətinlik biraz olanda biz dayanırıq. Amma əslində çətin deyil. Bəli. Bunun çox qəşəng bir neçə yolu var. Biraz tənbəllik öz aramızda qalsın. İşləməkdən daha çox danışmağı sevirik. İşlətməyi sevirik və bu proseslərdə də həmişə yolda yarımçıq qalır. Necə eləyək ki, hansı silahlardan istifadə eləyək, biznes silahlarından ki, biz yalnız ideyamızı xəyalımızda, ürəyimizdə yaşadıb da öldürməyək. Onu bir iş halına gətirək. Kamran, demək, mən hər hansı, belə deyək də, ortaya çıxardığım bir məhsul, xidmət varsa, bəncə mənim birinci ilk növbədə görəcəyim iş bu məhsul kimə lazımdır, bunu müəyyənləşdirməkdir. Və yaxud da hədəf auditoriyamı müəyyənləşdirib ona uyğun bir məhsulu ortaya çıxarmaqdır. İstənilən halda mən bilməliyəm ki, mənim auditoriyam kimdir. Və növbəti sual isə ondan ibarətdir ki, mən bu auditoriyaya necə çıxacağam, hansı alətlər, marketinq alətləri ilə, hansı kommunikasiya alətləri ilə və sonra hansı satış alətlərindən istifadə etməklə mən öz müştərilərimə çıxacağam. Növbəti sual budur. Bunun marketinq, kommunikasiya tərəfləri barədə mən danışmayacağam. Çünki bununla bağlı sən kifayət qədər çox savadlı ekspertlər bilirsən ki, onları tanıya bilərsən, dəvət edə bilərsən. Mən satış tərəfindən, amma satış tərəfindən nə qədər istəsən müzakirə edə bilərik. Bax, deməli başlamışıq. Şərti deyim, 10 manat pulumuz var. Birinci hansı əməkdaşlar və hansı şöbəni açaq? Satışı, marketinqi, yoxsa mühasibatlıq, qanunvericilik məsələləri. Hansından başlayaq? Biz daha çox biznesdə nələr səhv eləyirik? Birinci ümumiyyətlə sən ümumiyyətlə bir şirkətin üçün bir strategiya qurmalısan. Çox vaxt bizdə problem ondan ibarət olur ki, da biz işə başlayırıq, fəaliyyətə başlayırıq və mən müddət gedir, mən səhvlər eləyirik, falan eləyirik. Ondan sonra başlayırıq şirkətin bir strategiyası üzərində düşünməyə. Bax, o səhv var ha. Bəli. O səhv bizi ya çox qaldırır, ya da çox batırır. Biz o səhvi nə vaxt anlamalıyıq ki, ona yumuşaq və düzgün reaksiya verək? İşin əvvəlində sən birinci müəyyənləşdirməlisən ki, sən ümumiyyətlə satış sistemin necə olacaq, necə strategiya quracaqsan. Çünki çox şey bundan asılıdır. Yəni, məsələn, sən bilməlisən ki, sənə hansı marketinq fəaliyyəti həyata keçirdəcəksən ki, buna görə müəyyənləşdirəsən ki, sən bu marketinq fəaliyyətini outsource olaraq kimdənsə dəstək almaqla mı eləyəcəksən, yoxsa sənə mütləq bir nəfər əməkdaş lazımdır ki, hansı ki, səndə oturub bütün günü bu marketinq fəaliyyətini icra eləsin. Və yaxud da seçəcəyin marketinq əməkdaşı hansı kapasitədə olmalıdır, hansı bacarıqlara sahib olmalıdır. Eyni sual eyni zamanda aiddir, yəni satış əməkdaşlarına da. Yəni sən kimə satacaqsan, bunu birinci müəyyənləşdirməlisən ki, ondan sonra sən kimi götürəcəksən komandaya, bunu da müəyyənləşdirəsən. Yəni mən götürüm və sonra müəyyənləşdirərəm ki, mən kimlərə satacağam, bu doğru deyil. Yəni daha yaxşıdır ki, daha idealı odur ki, əvvəlcədən biz yol xəritəmizi müəyyənləşdirək, ona uyğunda həm satışımızı, həm marketinqimizi quraq. Amma bunun hansı vacibdir? Sən sualı belə çox qəribə qoyursan, amma yəni bunun hansı vacibdir? Mən onu deyə bilmərəm. Çünki hamısı vacibdir. Yəni sıralama ilə. Sən olsan birinci hansı eləyirsən? Mən olsam birinci hansı eləyərəm? Birinci mən satış sistemi quraram. Ondan sonra mən elə gəlir ki, ilk öncə başlayaram nəyisə satmağa və bazarı öyrənərəm. Ondan sonra həm də hiss elədikcə görərəm ki, hansı marketinq alətlərinə də əlavə ehtiyac var, dəstəklərə ehtiyac var, ondan istifadə edərəm. Sual. Mən belə spontan fikirləşdim. Gəl bir dənə biznes modeli quraq efirdə, canlı. Nə isə satacağıq bugün. Quraq, yaxşı. Okey, nə sataq? Məsələn. Nə istəyirsən sataq. Nə istəyirəm sataq? Bəli. Okey. Sənin xidmətlərini sataq. Mənim xidmətlərimi? Bəli. Reklam eləyək mən deyirsən? Eləyək də, yəni sən... Yaxşı, okey, başlayaq. Deyək ki, tədbir təşkili xidmətim var və yaxud media layihəsi. Eventdən də başlayaq, danışaq ona. Və mənim belə bir ideyam var. Mən istəyirəm ki, bir event xidməti göstərən, tədbir təşkili xidməti göstərən şirkət açım.
Səncə bir 10 manatda pulum var. Şərti deyək, 10.000 dollar. Mən birinci şirkət açım, ofis götürüm, əməkdaş götürüm, yoxsa ondan əvvəl birinci özüm öz dost tanışımla satım, onlardan dəstək alım, biraz da təcrübəm artsın və şirkəti böyüdüm. Bax, bu xətt üzrə daha çox dost tanış üzərindən gedir Azərbaycanda. Dünyada necədir bu dünya təcrübəsində? Bizim variant işləyirlər, yoxsa onlar qururlar, əməkdaşlar işləyir? Burada Kamran, məsələ necədir? Elə bir ki, mənim tərəfdən baxsaq, mən düşünürəm ki, məsələn, sən birinci başlamalısan özün satışlar eləməyə. Çünki sən bunu ən yaxşı bacaracaqsan sən özünsən də. Çünki məhsulun bütün detallarını bilirsən, xüsusiyyətlərini, özəlliklərini bilirsən. Sən hansı dəyəri gətirib çatdırırsan, bazara hansı dəyəri verirsən, bunu bilirsən, anlayırsan özün ən azından. Bu bir. İkincisi, sən müştəriləri yaxşı anlayırsan. Çünki artıq bir müddətdə onlarla işləyirsən, bilirsən ki, məsələn, sənin müştərilərin kimlərdir və onları anlayırsan. Onların dərdinə, sərinə sahiblənə bilirsən. Yəni, sənin yeni götürəcəyin əməkdaşa sürətli şəkildə bu, belə deyək də, bu mədəniyyəti onlara aşılamaq biraz çətin olacaq. Ona görə sən ilk öncə özün başlamalısan, yəni bu işləri görməyə və görüşlərə başlamalısan, satışa başlamalısan. Birinci özün eləməlisən də bunu. Bəli. Sonra özün, çünki bunu özün eləməsən, yəni sonraki mərhələdə sən o komandaya götürəcəyin bir nəfərə, iki nəfərə o belə deyək də, o əsas fişkaları, əsas vacib tərəfləri göstərə bilməyəcəksən onlara. Qəşəng. Efirimizin əsas fişkalarından biri, sən demişkən, 45 dəqiqələr 45-i göstərəndə qısa bir dənə fasiləmiz var. Biz reklamlara ayrılırıq, hörmətli bizi izləyənlər və dinləyənlər. Dostlar, hörmətli xanımlar və cənablar, İşin Adamı yenidən başladı və proqramımızda biz bugün satışdan danışacağıq. Murad Qəhrəmanlı Satqrup şirkətinin biznes inkişaf rəhbəri, təlimçi, ümumi şəkildə biznesin belə deyək, hər tərəfinə toxundu. Amma indi fokuslanaq satışa. Düzgün satış necə olmalıdır? Satış hardan başlayır, harda bitir? Bir də hansı məqamda satışı saxlamaq lazımdır? Ola bilər ki, hamısından alır, amma biraz da dayanmaq lazımdır. Belə məqamlarda olur. Murad, pas atıram sənə əziz qardaş. Özün bilirsən hansı nöqtələrə toxunmaq lazımdır ki, faydalı olsun dinləyicilərə. Demək, Kamran, əslində biz əgər müştərimizi tanıyırıqsa, birinci ümumiyyətlə satışda məsələ belədir ki, sən öz müştəriləri çox yaxşı anlamalısan. Tanımaq ya anlamaq? Anlamaq. Yəni, birinci təbii ki, sən tanımalısan ki, sənin müştərilərin kimdir? Məsələn, sənin müştərilərin şirkətlərdirmi, yoxsa fərdi insanlardırmı? İkinci, bilməlisən ki, burada iki dənə məsələ var da bu tanımaq məsələsində. Bir, müştəriləri yaxşı anlamağı bacarmalısan. Anlamaq nə deməkdir? Müştəriləri anlamaq o deməkdir ki, sən öz müştərinin yerinə özünü qoya bilirsənmi? Nə qədər empati qura bilirsən, empati yarada bilirsən öz müştərinlə. Yaxşı psixoloq olmaq lazım. Bu çox vacibdir. Niyə görə Kamran? Çünki sən, məsələn, sən indi event xidmətlərini sahibkarlara satırsan da, düzdürmü? Sən məsələn anlamalısan ki, sən sahibkarın, məsələn, ümumiyyətlə bu kommunikasiyada event tədbirlərindən əsas gözləntiləri nədir? Ümumiyyətlə bu adamın əsas dərdi-səri nədir? Nəyə nail olmaq istəyir? Narahatçılıqları nədir? Onu indiyə kimi işlədiyi şirkətlərdə əsas narahat eləyə bilən məqamlar nə ola bilər? Yəni, özü onun yerinə qoymağı bacarmalısan ki, onun dilində danışa biləsən. Məsələn, buna deyirlər müştərinin motivasiya nöqtələrini yaxşı tanımaq. Yəni, sən öz müştərinin motivasiya nöqtələrini yaxşı bilməlisən ki, ona doğru şəkildə fikri çatdıra biləsən. Yəni, məhsulluğun ona verəcəyi dəyəri çatdıra biləsən. Bu bir. İkinci isə müştərilərinin ehtiyaclarını doğru başa düşməkdir. Biri var anlamaq, yəni özü onun yerinə qoymağı bacarmaq. İkinci isə onun istəklərini, gözləntilərini başa düşmək. Gözləntilərini başa düşməkdə Kamran iki cür ola bilər. Bir, sən öz müştəriləri kənardan analiz eləyə bilərsən, təhlil eləyə bilərsən ki, məsələn, mənim müştərilərim adətən nə istəyir? Bir event təşkilində əsas gözləntiləri nə olur? Niyə təşkil edirlər bunu? Bu baxımdan onun gözləntilərini özün araşdıra bilərsən. Bir də onlarla görüşdə araşdırmağın lazımdır. Bəzi hallarda satış əməkdaşlarının səhvi bilsən nə olur? Ya da satış əməkdaşı deməyim, bəzən sahibkar özü satır da. Yəni bizim o cür izləyicilərimiz də var yəqin ki. Bəzi hallarda onların öz təxminləri olur, təxminləri. Məsələn, mənim müştərim bilsən ancaq bunu istəyir. Mənim müştərim bilsən ancaq istədiyi məsələ filan şeydir. Onu ən çox narahat edən məsələ budur. Öz təxminləri olur.
və gedib bütün müştərilərlə görüşəndə o təxminlər üzərindən başlayır danışığını qurmağa və onun üzərindən başlayır söhbət aparmağa. Bu əslində biraz yanlışdır. Niyə görə? Çünki sən ümumi olaraq fikirləşə bilərsən ki, bütün mənim sahibkar müştərilərim belə düşünür. Amma sənin məhz bu sahibkar müştərin, yəni məsələn də Əli adında bir sahibkar müştərin tamam başqa cür düşünə bilər. Onu narahat edən tamam fərqli nüanslar ola bilər. Yəni onun sənin eventindən gözləyəcəyi tamam fərqli nüanslar ola bilər. Ona görə sənin o təkliflər paketin o vaxt satır ki, özünü satır ki, o vaxt ki sənin təklifin maksimum individuallaşır, yəni fərdiləşir. Qarşındakı adama fərdiləşir. Elə bir ayaqqabı tam onun ayağına olur da, başa düşdün? Bunun üçün sən elə bir ki, görüşdə də mütləq müəyyən suallar verib dəqiqləşdirməlisən. Vacib deyil ki, sən xidmətlərinin havadan sudan danışmaq lazım deyil. Otur, qarşı tərəfin istəyini anla, bu qədər. Vacib deyil ki, sən məhsulun bütün detallarını adamı danışıb yorasan da. Yəni onda alanı da, satanı da rahat olur da. Bir-birini aldatmır. Həm də sənin peşəkarlığına güvənirlər. Sənə bir şəxs olaraq sənə simpatiyalar yaranır. Bundan başqa sənin məhsulunun məhz onlara nə fayda verəcəyini anlayırlar, başa düşürlər. Ona görə yəni mütləqdir ki, satış görüşlərinə çox yaxşı hazırlaşmaq lazımdır. Nə qədər? Çox yaxşı hazırlaşmaq lazım. Mən deyərdim ki, yəni ümumiyyətlə satış işi belə işdir ki, yəni necə bir idmançı özünü daimi məşq elətdirir, satış əməkdaşı da özünü daimi məşq elətdirməlidir. Və həm də şirkətlərə, sahibkarlara, indi sənin sahibkar izləyicilərin də çoxdur da. Buradan əsas tövsiyəm olar ki, belə hamısı onlardır. Bəli. Əsas tövsiyəm odur ki, yəni bu mühiti öz komandalarında yaratmalıdırlar ki, onlar özlərini inkişaf elətdirsinlər. Məsələn, mən bu günləri çox sevinirəm də. Mənim də sahibkar dostlarımız var, çox ünsiyyətli olduğumuz. Məsələn, bu günlər elə bilirlər ki, adamın sahibkar dostu olanda heç bir adam maddi problemi olmur. Elə o sahibkar dostları bütün gün cibinə pul basır. Kənardan elə fikirləşirlər. Yox, yəni o sahibkarlardır ki, hansı ki onlar sıfırdan öz gücləri ilə gəlib çıxıblar və bu günləri maşallah yaxşı da uğurlar qazanıblar. Biri də gözləyir bax orada. Deyəcəm kimdir. Qocamandır. Demə də bu intizarda qalsınlar. O bizim də dostumuzdur, yaxınımızdır. Ona görə yəni mən də istədim kimi deyim. Nəysə. Yaxşıdır sözdür. Tərifləyirdi. Demək Kamran, fikrimi qarışdırırsan, fikrimi tamamlaya bilirsən. Qoca satış adam deyilsən. Hər situasiya, indi gəlin mən pul verərdim, mən müştəri olardım, mən fikrin qarışmayaydı. Aysa, o da bir məsələ. Demək, Kamran, indi mənə sevindirən odur ki, yəni bugünkü sahibkarlarda, bizim sahibkar müştərilərimizin mən çoxlarını izlədiyim, artıq o mühiti yaratmağa çalışırlar. Amma bu bir dəfə olan bir məsələ deyil də. Məsələn, iş mühiti yaratmaqla yanaşı, həm də komandada öyrənmək mühiti də yaratmaq lazımdır. Məsələn, biz məsələn həftədə bir dəfə, 2 dəfə biz komandamızı özümüz təlimləndiririk. Öz komandamız. Elə onların ən çox eşitdiyi söz satış olsa da belə, amma yenə də onların bu bacarıqları üzərində davamlı şəkildə işləyirik və bunun faydasını da təbii ki görürük. Əla, gözəl. Həmişə də faydasını görəsiniz. Çox sağ olun. Bayaq amma orada bilən qəşəng ifadə var idi. Orada çoxlu qəşəng ifadə var. Menecerlərin ən çox başımıza gələn problem bu olur. Düzgün görürsən ki, satış gedir, mərhələlər gedir, amma sən demə müştərini düz anlamamışıq. Bəli. Bax, orada biz necə öz təcrübəmizi itiləyək və yaxud konkret o müqəddəs suallar varmı ki, o sualı hazırlayaq, bir növ brifi özümüz hazırlayaq ki, qarşı tərəf bizə lazım olan sualı sanki elə özü məlumat verilmiş kimi desin. Bunlar hansı suallardır səncə? Bu da çox yaxşı sualdır, Kamran. Çox sağ olun. Mən sənə deyim, yəni birinci, biz davamlı şəkildə öz müştərilərimizin yanında olmalıyıq. Məsələn, mən tutaq ki, taksi sürücülərinə nəsə bir məhsul satıramsa, hər hansı bir aparat satıram tutaq ki, mən yəni davamlı şəkildə onlarla ünsiyyətdə olmalıyam. Yəni bacardığım qədər onların yanında olmalıyam, ünsiyyətdə olmalıyam ki, mən o taksi sürücüsünün dərdini sərinə sahiblənim də, yəni başa düşürəm. İndi mənim bir dəstək ol mənə. Bir sponsor gələcək bizə. Bu sponsorun inşallah əsas alıcı kütləsi bizim elə taksidə, yəni sürücüləridir. Mən indi nə deyim bütün günü yanında olam və necə hansı alətlərdən istifadə edeyim müştəriyə lazım olan informasiyanı alım. Bax, və burada da bir dənə maraqlı nüans çıxdı. Bax, fikir verin, çox vaxt satış əməkdaşlarının elədiyi səhvlərdən biri də burada olur. Yəni müştərimizi doğru tapmaq. Yəni sənin müştərin o taksi sürücüləri deyil. Sənin müştərin onlara nəsə satmaq istəyən bir iş şirkətdir, sahibkardır. Düzdür? Yəni
sən onun biznesini, onun işini maksimum anlamalısan. Bəzən məsələn olur ki, biz Sürücü almayandan sonra 100 də mən bunu tanıyıram. bax, çox üzr istəyirəm. Buyur. Bəzən olur ki, məsələn, mən hər hansı bir məhsul satıram, dağıtımı ilə məşğulam. Tutaq ki, hansısa bir qida məhsullarının dağıtımı ilə məşğulam. Düzdür? Yəni mənim əslində məhsulumu istifadə eləyəcək məsələn də tutaq ki, enerji içkisi satıram. Mənim məhsulumu istifadə eləyəcək adam kimdir? Son istifadəçi. Bunu mağazadan, marketdən gedib alacaq adam. Hə? Amma mənim müştərim kimdir? Mənim müştərim o marketlərdir. O marketlərin sahibkarları, market və yaxud da ki, şəbəkədirsə, şəbəkədə əlaqədar şöbənin əməkdaşları və s. Mənim müştərim onlardır. Amma son istifadəçi filan kəslər, başqalar, digərlərdir. Yəni ona görə də biz bir çox hallarda öz müştərimizin kim olduğunu doğru anlamalıyıq. Ki onlar kimi də düşünə bilək. Sən dediyin кейsdə isə, məsələn sən ona əgər sponsorluqla bağlı bir danışıqlar aparmaq istəyirsənsə, bu halda sən təbii ki o sektorda olan şirkətlərlə ümumiyyətlə bir maraqlanmalısan ki, bunlar əsas belə deyək də problemlər, narahat olduqları məqam nədir? Özün elə bir görüşdən əvvəl, sabah görüşəcəksənsə bu günlər o görüş barədə düşünməlisən. Düşünməlisən ki, məsələn, hansı məsələlər həmin mənim o sahibkar müştərim üçün maraqlı ola bilər. Onun belə deyək də həssas nöqtələri ola bilər. Onu narahat edən məqamlar ola bilər. Və yaxud da ki, sən düşünməlisən ki, mənim məhsulumun, sənin ona təklif edəcəyin məhsulun, xidmətin hansı tərəfləri məhz o sahibkarın dediyimiz dərdlərinə çarədir. Bunun haqqında düşünməlisən. Sonra sən düşünməlisən ki, məsələn, bu sahibkar mənə hansı belə deyək, etirazlar eləyə bilər, mənə hansı suallar verə bilər, buna hazırlaşmalısan. Sən özün nə qədər vaxtın gedib bir satışa hazırlaşmağa? Yəni, mən indi biraz ola bilər tez hazırlaşıram, amma ən azı yarım saat vaxt ayıram. Yarım saat 40 dəqiqə ki, bir şirkətlə, əgər sabah görüşümüz varsa... Bəs gənc vaxtlarında nə qədər hazırlaşırdın? Günlərlə? Baxır nə hazırlıqda, yəni o ümumi hazırlıq sən çox gedməlisən. Burada iki cür hazırlıq var da, sən ümumiyyətlə görüşlərə hazırlaşmağın, biri də var sənin cari hazırlığın. Cari hazırlıq konkret bir nəfərlə görüşə gedəcəksən, ona hazırlaşırsan. Onu deyirəm bax. Ona yarım saat 40 dəqiqə bəs eləyir kifayət. Yəni əgər nə öyrənmək istədiyi bilirsənsə, bu bəs eləyir. Aydındır. Amma çox dəhşətli dərəcədə səbir tələb eləyir də bax bu işlər. Bəli. Bu səbri necə saxlayaq özümüzdə? Messi kimi o çay içək. Ümumiyyətlə, yəni məncə satış adamını da qoyaq bir tərəfə. İstənilən uğur qazanmaq istəyən insan səbirli olmalıdır, davamlı olmalıdır. Mən həmişə onu deyirəm ki, yəni ideal olmaq vacib deyil, amma davamlı olmaq çox vacibdir. Bir çox hallarda biz ideal, mükəmməliyyətçiliyin dalıcan qaçırıq ki, nə vaxt mükəmməl olacam, onda satacam yaxşı, nə vaxt mükəmməl olacam, onda gedib müştərilərlə görüşərəm filan. Bu çox yanlışdır. Davamlı olmaq çox vacibdir. Yəni, çünki sən davamlısansa əgər, onda sən nəticə əldə edəcəksən. Sən gözə almalısan ki, məsələn, görüşlərin bir neçəsi uğursuz ola bilər, nəticə verməyə bilər. Bu mərhələlərdə təbii ki, sən səbirlə gözləyəcəksən və təbii ki, gözləməyəcəksən. Öz üzərində inkişaf elətdirib, özü təkmilləşdirib, daha yaxşı görüş keçirməyə çalışacaqsın. O düzdür ki, ən azı bir 100-dən 200-dən görüşün olmalıdır, uğursuz, sonra uğurlu olmalıdır. Belə miflər var, yoxsa reallıqlardır bunlar? Miflər yox, hətta lap yenə də yaxşı satıcı olsan da belə, istənilən halda sənin bir statistikan olacaq. Məsələn, tutaq ki, mənim normalda bir istənilən şirkətin satış əməkdaşlarının oturub hesablasaq, mənim bir statistikası var. Yəni bunlar 100 dənə zəng eləyirsə, o deməkdir ki, 100 dənə zəngin hamısında satış olacaq. 100 dənə zəngdən ola bilər ki, 50-si onları görüşə dəvət eləsin. 50 dənə görüşə razılaşdırdıqlarımızdan bir 20-si ilə görüşümüz alınır. Görüşümüz alınan 20 nəfərdən 5-i deyir ki, okey, sənlə işləyək. O 5 dənə deyəndən də 3-ü müqavilə bağlayır. Bu nə deməkdir? O 3 nəfərə satış eləmək üçün mən ilk növbədə nə etməliyəm? 100 nəfərə zəng eləməliyəm. Bu çox vaxt o zəngdə, sən bilirsən ki, çox üzr istəyirəm, Kamran, bir dənə fikrimi bitirib. Burada sən dedin ki, yəni olur, yəni satıcı yaxşı olursa, yəni burada dəyişiklik olur. Bəli, satıcı əgər peşəkarlığını artırıbsa, sadəcə bu statistika dəyişəcək. Yəni o olmayacaq ki, sən peşəkarsan və bütün görüşlərin hamısı nəticə verir də. Yəni bütün görüşlərin hamısında sən belə deyək, satış eləyib çıxırsan. Yox. Sadəcə sənin statistikan yaxşılaşır. Məsələn, əvvəl 100 dənə görüşdə, 100 dənə zəngdən, nə bilim 5 dənə satırdınsa, indi 15 dənəsini satacaqsan. Əla. Murad,
vaxt necə də gəldi, sürətlə keçdi, amma bir də nəyə Hamısı sevinirəm? sən belə maraqlı veriliş aparmağa görə. Yox. Deməzdim. Yox, həqiqətən deyil. Satış eləmə buradan bura. Kompliment deyil, amma Son doğru 3-4 dəqiqə ərzimizdə burada mən ümumiyyətlə həmişə bir ənənəmiz var. Verilişdə qonağa deyirəm ki, pas səndədir. Hansı sualı eşitmək istəyərdin? Mən hansı sual eşitmək Bəli. istəyərdim? Amma detallı, ümumi yox. Valla hansı sual mənim üçün istənilən satış mövzusunda sual mənim üçün maraqlıdır. Və həvəslə də ona cavab verə bilərəm. Və yaxşı, sən Kamranın yerində olsan burada hansı sual verərsən? Elə bu dəqiqə. Məsələn, yəqin ki bizim həm sahibkar müştərilərimiz üçün, izləyicilərimiz üçün, həm də onların komandası, satış komandası üçün maraqlı ola biləcək bir sual var ki, mən özümü hansı istiqamətlərdə inkişaf elətdirməliyəm? De gəlsin. Bununla bağlı biz həmişə təlimlərdə dediyimiz 4 istiqamət var. Bunu mən çalışıram ki, hər dəfə efirlərdə olanda bölüşüm ki, bir faydamız dəysin də. Yəni adamlar hətta təlimə gəlməsələr belə də özlərini sərbəst şəkildə inkişaf elətdirə bilsinlər. Bu 4 dənə istiqamət. Bu 4 dənə istiqamətdən birincisi barədə biz bayaq danışdıq. Bunlar müştəriləri anlamaqdır. Yəni bu adamlar öz müştərilərini davamlı şəkildə təhlil etməlidirlər, araşdırmalıdırlar, öyrənməlidirlər. Hətta siz göndərməlisiniz ki, məsələn sahibkardırsa da öz komandasını göndərməlisiniz. Get, məsələn, filan müştəriləri araşdır gəl. Onunla bağlı nətərim bir mövzu hazırlamalıdırlar ki, gəlib öz müştəriləri barədə danışsınlar. Bu bir, müştəriləri anlamaq. İkinci məsələ bu nəticə yönümlü olmaq üzərində işləməkdir. Yəni nəticə yönümlülük nədir? Yəni sən satışda bayaq sən dediyin məsələdə heç də nəticə dərhal üzə çıxmır. Sən nəticə əldə etmək üçün mütləq davamlı olmalısan. Amma davamlı olmaq üçün sən nəticə yönümlü adam olmalısan. Yəni nəticəyə köklənməyə bacarmalısan. Bunun üçün də sənin məqsədlərin olmalıdır. Yəni ikinci məsələ doğru məqsədlər qoymaqdır, şəxsi məqsədlər. Sahibkarın öz məqsədləri var. Satış əməkdaşlarının öz məqsədləri var. Uğurlu sahibkarların işi ondan ibarətdir ki, onlar şirkətin məqsədləri ilə öz satış komandasının məqsədlərini uzlaşdıra bilirlər. Bir-birindən bağlaya bilirlər. O halda ikisi də xoşbəxt olur. Yox, ancaq şirkətin məqsədlərindən danışır, amma əməkdaşın məqsədləri unudursa, əməkdaş heç bir məqsəd qoymursa özünə, bu halda sahibkar həmişə narahat olacaq ki, niyə satışlar yoxdur, amma satış əməkdaşı bundan narahat olmayacaq. Ona görə bunu bir-birindən bağlamaq lazım. Bu ikinci məsələ. Üçüncü məsələ isə ekspert olmaqdır. Ekspert olmaq çox vacibdir, bəli, biraz çətindir. Burada nəyi bilməlidirlər bizim izləyicilərimiz, satışla məşğul olan şəxslər? Birinci, bu adamlar çox yaxşı öz məhsullarını öyrənməlidirlər. Çox yaxşı. Əgər bu günləri satış əməkdaşı, məsələn bizim sahibkar izləyicilərimizdə satışa komanda götürüblərsə, birinci işləri məhsullarını öz komandasına öyrətmək olmalıdır. Yaxşı bütün detallar, hər şeyi öyrətməlidirlər, əzbər danışdırmalıdırlar, suallar verməlidirlər, test eləməlidirlər, imtahan eləməlidirlər ki, bunlar adamlar öz məhsullarını çox yaxşı bilsinlər. Bu bir. İkinci, onlar öz rəqiblərini və alternativ variantları araşdırmalıdırlar. Çünki müştəri səninlə söhbət edəndə təbii ki, soruşacaq səndən ki, Kamran, filan şirkət var, o da bunu təklif edir. Sənin fərqin nədir? Sən özü ilə onu müqayisə eləməyə bacarmalısın. Amma yəni qeybət eləmək formasında yox, doğru şəkildə müqayisə eləməyə bacarmalısın. Belə adekvat müqayisə eləməyə bacarmalısın. Bu ikinci məsələ, hansı tərəfdəki özümüzü inkişaf elətdirməliyik. Daha doğrusu ekspert olmaq üçün. Üçüncü məsələ isə sahə biliklərimizi artırmalıyıq. Sahə biliyi nədir? Məsələn, 3-4-cü məsələ. Yox. Bu 4 dənə istiqamətdir. Bu biz indi 3-cü istiqamətdən danışırıq. Yəni ekspert olmaq üçün biz nə etməliyik? Ekspert olmaq üçün məhsulumuzu bilməliyik, rəqiblərimizi, alternativlərimizi bilməliyik. Bir də sahədə biliyimizi artırmalıyıq. Məsələn, mən mebel satıramsa, ev interyeri barədə də məlumatlı olmalıyam. Mən məsələn, geyim satıramsa, fashion barədə məlumatlı olmalıyam. Yəni dəblərdən məlumatlı olmalıyam. Yeri gəndə danışa bilərsən. Bəli. Bu 3 dənə istiqaməti dedim də. Və 4-cü istiqamət də satış texnikaları. Texnikalar sayəsində özünü təkmilləşdirməlisən daimi olaraq. Texnika bu sənin işini asanlaşdıran bir şeydir. Yəni sən bir sahada satacağın, danışacağın və insana istək yaradacağın bir məhsulu 10 dəqiqə, 15 dəqiqə eləyə bilərsən. Bunun üçün sən müəyyən satış texnikalarını bilməlisən. Ünsiyyət texnikaların, telefonda danışıq texnikaların, sual vermə texnikaların, təqdimat etmə, etirazla iş texnikalarını bilməlisən.
Bunlarda yəni davamlı şəkildə əməkdaşlar öz satış bacarıqları üzərində, texnikalar üzərində işləməlidirlər, təkmilləşdirməlidir. Bax bu 4 istiqamət, yoldaşlar, 4 istiqamət həm bizim satışla məşğul olan sahibkarlarımıza lazımdır, həm də onların satış komandasına lazımdır. Hətta bunun üçün təlimə gəlmək belə vacib deyil də. Yəni Doğrudur. otursunlar YouTube-da, digər yerlərdə bu istiqamətlərdə özlərini inkişaf elətdirə bilərlər. Ehtiyac bilsələr, təlimə də gələrlər, təlimdə daha praktik, daha maraqlı formada bunu eləyərik. Amma yenə istənilən halda bu 4 istiqamət həmişə qüvvədə qalır. Satqrupa müraciət etsə sizi görə bilərik oradan. Həmişə bizi görə bilərsiniz. Sənin öz təlimin var? Mayın 6-sında mən çoxdandır ofisdə təlim keçmirdim. Əsasən korporativ təlimlərdə olurdum, amma mayın 6-sı bizim növbəti qrupumuz başlayır. Orada mən təlimçi olacağam. Hansı? Praktik satış kursu. Qəşəng qoşulacam. Doğru. Mən sat qrupda çox Sən qoşulsun. təlimlərdə olmuşam, amma sənin təlimdə olmamışam. Halbuki ən çox da burada səndən dərdləşirik. Belə. Murat, çox sağ ol. Çox belə Sağ ol, Kamran. ləzzət elədi. Belə ləzzət eləyir mənə hansı halda qonaqla söhbət belə görürsən ki, ac qaldın. Biraz da sualım var, biraz da verərdim. Amma növbəti dəfəyə də keçid almış oluruq. Çox sağ ol Kamran. Səmimi, belə enerjili söhbətinə görə sənə təşəkkür edirəm. Və həmişə sənin işlərində uğurlar arzu. Mən ən çox səndə sevdiyim şey odur ki, çox can yandırırsan istənilən işə. Hər yerdə görmüşəm. Əməkdaşlığımızda da görmüşəm səndə. Ona görə də inşallah sənin böyük layihələr icra eləyəcəyinə çox inanıram. Uğurlar arzu edirəm sənə. Çox sağ ol, maraqlı görüşək. Var olasan, minnətdarlığımı bildirirəm və işinin adamı Murad Qəhrəmanlı bizlə birlikdə idi.